Deməli, bu gün baxırıq Karl Jung'un psixoloji tiplər nəzəriyyəsinə. Görək adam nə deyir, nəzəriyyədə nədən danışılır ümumiyyətlə. Karl Jung psixoloji tiplər nəzəriyyəsini irəli sürür və bu irəli sürdüyü nəzəriyyədə insanın dünyanı necə qavradığından, məlumatları necə əldə elədiyindən və necə qərar verdiyini izah eləyir bu nəzəriyyədə. 3 dənə şeyi: insanın dünyanı necə qavradığını, məlumatları necə əldə elədiyini və məsələlərdə necə qərar verdiyini izah eləməyə çalışır. Buna əlavə Young hesab edir ki, insanlar eyni hadisəyə fərqli şəkildə dərk eləyirlər. Dərk eləmələri fərqlidir. Fərqlilər nədən ibarətdir? Fərqlilər insanların da fərqli olmağından ibarətdir. Yəni fərqli şəkildə dərk eləyirlər. Ona görə ki, insanların özləri fərqlidir. Və bu psixoloji fərqli orientasiyadan qaynaqlanır ki, onların psixoloji fərqlilikləri var. Dərk eləmələri də ona görə fərqli olur. Məsələ budur. Birinci hissə budur. Young'un fikrinə görə deyir, insanların fərqli davranmasını izah edən 2 dənə psixoloji ölçü var. Biz 2 psixoloji ölçünü nəzərdə saxlayacağıq. Nəyə görə? İnsanların davranmasına görə. Yəni davranmanı fərqli edən 2 psixoloji ölçü var. Birincisi enerjinin istiqamətidir. İkincisi informasiyanın emalıdır. Nə deməkdir bu? Enerji istiqaməti o deməkdir ki, hər bir insanın həm enerjisi, biri var xaricə yönələn enerji var, bir də var daxili aləmə yönələn enerji var. Yəni bir insan xarici aləmi ön planda saxlayıb ona uyğun olaraq belə deyək də, qərarlar verirsə, bu xarici aləmə görə ekstraversiya sayılır. Bir insan daxili aləmə görə enerjisini yönəldirsə, bu introversiya sayılır. Bu enerjinin istiqaməti 2 yerə bölündü. Enerjinin istiqamətindən əlavə, burada dünyanı necə qavramağın və qərarların necə verilməsi ilə bağlı olan hissə var. Bax, funksiya da qərarlarla bağlıdır, qavrama ilə bağlıdır. Enerji istiqamətində isə insanın enerjisi ilə bağlıdır. Enerjisini xarici aləmdən mi alır, yoxsa daxili aləmdən mi alır? Bununla bağlıdır. Deməli, qavrama ilə bağlı olan və qərar vermə ilə bağlı olan funksiya adlanır və burada 4 dənəsi var. Düşünmə, hiss etmə, duyğu və intonasiya baxımından fərqlənir. Yaxşı, biz Karl Jung'un bu dediklərini necə başa düşə bilərik? 2 dənə sualla. Karl Jung 2 dənə sual üstə düşünür ki, insanın enerjisi hara yönəlir? Daxilə mi yönəlir, yoxsa xaricə mi yönəlir? Və insan məlumatları necə qəbul eləyir və necə qərarlar verir? Yəni bununla bağlı olaraq adam düşüncələrini irəli sürür və bu düşüncələrə uyğun olaraq da psixoloji bir nəzəriyyə ortalığa çıxardıb atır. İndi gələk ilk olaraq bax enerji istiqaməti. Enerji istiqaməti nə deməkdir? Baxın, enerji istiqaməti 2 yerə bölünür. Ekstraversiya var, introversiya var. Ekstraversiya nədir? Diqqətin xarici aləmə yönəlməsidir. Yəni sən enerjini xaricə yönəldirsən, xarici aləmə köklənirsən. Introversiya isə diqqətini daxili aləmə yönəltməyindir. Yəni sən enerjini daxili aləmə yönəldirsən. Bu zaman olur introversiya. Deməli, ekstravertlər necə insanlardır? Baxaq ona. Bax, ekstravertlər enerjilərini xarici mühitdən alırlar. Yəni insanlarla ünsiyyətdən, fəaliyyətdən, hadisələr, hərəkət onları canlandırır. Məsələlərə baxışları, qərar vermələri, münasibətləri hər şey xarici faktorlardan asılıdır. Yəni başqa insanlardan, başqa insanların dünya görüşündən asılı. Yəni bunlar biraz daha çox digər insanlardan daha çox asılı olan insanlardır. Bax, ekstravert şəxslər nəyi sevirlər? Ekstravert şəxslər insanlar arasında olmağı sevirlər. Tək qalanda bu insanlar darıxırlar. Yəni enerjilərini deyək ki, xaricdən alırlar deyə. Ona görə bu insan üçün sosial mühitdə olmaq daha belə maraqlıdır. Sosial mühitdə nələrsə eləmək daha maraqlı olur. Təkliyi sevmirlər bu insanlar. Yeni insanlarla tanış olmaqdan çəkinmirlər. Çox vaxt salam verən tərəf, yəni ilkin tanışlığa yönələn tərəf ekstravert həmin şəxslər olur. Qrup işində, müzakirədə çox belə nətər deyim, qabaqda hərəkət eləyirlər. Yəni özünü çox rahat hiss eləyir bu insanlar. Özlərini açıq şəkildə tez bir formada, rahat bir formada ifadə eləyə bilirlər. Bu insanlar hisslərini gizlətməkdə çətinlik çəkirlər. Niyə? Çünki özlərinin enerjisini xarici aləmə yönəldirlər deyə öz daxilindəki hisslərini gizlədə bilmirlər. Bu insanlar üçün dünya bir növ səhnədir. Yəni özlərini bir səhnədəmiş kimi hiss eləyirlər. Özlərini belə deyək, daha çox cəmiyyətin içərisində göstərməyə çalışırlar. Özlərini digər insanlara daha çox sübut eləməyə çalışırlar. Digər insanlarla daha çox kontaktda olmağa, əlaqə qurmağa çalışırlar. Belə. Yəni öz enerjilərini xarici aləmə yönəldirlər. Kimlər? Ekstravertlər. İntrovertlər kimlərdir bəs? İntrovertlər enerjilərini daxili aləmə yönəldənlərdir. Bunlar düşüncə, refleksiya, daxili hisslər və təsəvvürlər onlara güc verir. Yəni insanın özü ilə bərabər tək qalmaq ona daha çox güc verir. Bu insanlar hadisələrə, hər hansı münasibətləri, hər hansı qərar vermələri daxili amillərlə əlaqələndirirlər. Yəni nəyəsə münasibət göstərirlərsə, nəyəsə qərar verirlərsə, öz daxili düşüncələrini nəzərə alırlar, öz daxili hisslərini nəzərə alaraq qərar verirlər bu insanlar. İntrovert şəxsə aid olan gəlin xüsusiyyətlərə baxaq. İntrovert şəxslər deyil necə insanlardır? Səs-küylü olan yerlərdən qaçırlar. Çox insan olan yerlərdən tez yorulurlar. Yəni onlardan qaçırlar. Az insan olan yerləri daha çox sevirlər. Az insandan ünsiyyət qururlar, amma bu ünsiyyətləri çox yaxşı olur.
Az insanlarla ünsiyyət qursalar da. Danışmamışdan əvvəl beynində fikri bişirirlər. Yəni ki, düşünürlər ki, biz nə deməliyik, nəyi niyə deyirəm və necə deyirəm. Yəni bu insan danışan zaman düşünmür. Danışmamışdan qabaq düşünür fikirlərini əvvəlcədən, dəqiq təsdiqləyir özündə və ondan sonra fikirlərini bildirir. Bu insanların az güvənli insanlar olsa da yaxın dostluqları olur güvənli insanlarla. Bu insanlar mühitdə tədricən yavaş-yavaş açılışmağa başlayırlar. Özlərini dərhal başqalarına göstərməyə xoşlamırlar. Yəni zaman keçdikcə sən o insanı tanıya bilirsən. Birdən-birə o insanın xüsusiyyətlərini seçə bilmirsən, tanıya bilmirsən o insanları. Bu insan çox müşahidəçidir. Yəni detallara, insanlar arası münasibətlərə, hər şeyə çox diqqət eləyir. Yəni sakit durub kənarda durub bir sözlə belə deyək də, bütün hər şeyi müşahidə edir və ona uyğun olaraq da öz daxili intuisiyasını nəzərə alaraq qərar verməyə bacarır. Bu insanlar üçün dünya bir növ daxili səyahətdir. Yəni bu insanlar ekstravertlər kimi ekstraversiyaya malik olan, yəni ekstraversiya nə idi? Ekstraversiya diqqətin xarici aləmə yönəldilməsi idi. Yəni digərləri kimi diqqətlərini xarici aləmlərə yönəltmirlər. Yəni onlar üçün dünya səhnə deyil, introvertlər üçün. Bunlar sadəcə olaraq öz hisslərini, ideyalarından, öz düşüncələrindən yaşayan insanlardır. Belə. Yəqin ki, introvertlə ekstraverti hamı başa düşdü. Keçək indi informasiyanın emalına. Biz dedik ki, informasiyanı necə qəbul eləməyimiz, yəni necə qavramağımız və necə qərar verməyimizdən asılı olaraq da informasiyanın emalı olaraq da insan bölünür. İnsanlar müxtəlif belə deyək, kateqoriyalara bölünür. Həm də burada Young bunları belə deyək, böldü nəyə görə? Özlərinin içində 2 dənə kateqoriya. Gələk baxaq qavrama funksiyalarına görə 2 yerə bölündü. Hansılardır? Duyğu var, qavrama funksiyasına görə. Bir də intuisiya var. Yəni nə deməkdir bu? Bir insan nəyisə qavrayan zaman biri var duyğuları ön planda olur. Duyğularına görə qavrayır. Yəni bu duyğu dediyimiz 5 dənə duyğu orqanlarımızdır. Yəni görürük, eşidirik, toxuna bilirik. Yəni belə. Bunlar duyğu orqanlarımızla nəyisə qavramağımız. Bu aid olur duyğuya. İntuisiya ilə nəyisə qavramağımız. Yəni 6-cı hissimiz var da, bizim intuisiyamızda 6-cı hissimiz. İntuisiya ilə nəyisə qavramağın aid olur intuisiya. Yəni baxaq nəyə? Baxaq misala, ondan sonra izah eləyək. Deyir ki, müəllim sinifə girir. Deyir ki, çox soyuqdur. Doğru funksiyası, duyğu funksiyası daha doğrusu, güclü olan şagird belə düşünür ki, həqiqətən temperatur aşağıdır, çünki o üşüdüyünü hiss eləyir. Bədən temperaturunun soyuq olduğunu hiss eləyir də, sinifin temperaturunun. Pəncərə açıqdır, termometrdə 17-ni göstərir. Yəni bu insan nəyə baxdı? Bu insan hal-hazırda verilən faktlara baxdı. Duyğu orqanlarından istifadə eləyərək, yəni konkret olaraq qavraması nəyə əsaslandı? Duyğularına əsaslandı. Konkret real məlumatları olduğu kimi qəbul elədi. Əlavə eləsə düşünmədi. Bax bu qavramanın duyğu ilə qavranılmasıdır. İntuisiya ilə qavrayan insan nə edir bə? Eyni situasiyada. Müəllim yenə deyir ki, sinif çox soyuqdur, sinifə girəndən sonra. İntuisiya ilə qavrayan şagird, yəni məlumatı intuitiv olaraq qavrayan şagird nə deyir? Deyir ki, bəlkə müəllim bizim başqa sinifə keçməyimizi istəyir. Bəlkə müəllim yorğundur, bunu şayət onun halından xəbər verir. Bax gördünüz, biri düşünən zaman konkret məlumatları nəzərə aldı, düşündü. Digəri isə verilənin, deyilənin arxasındakı mənanı düşünməyə çalışdı. Deyilənin arxasındakını tapmağa çalışdı. Yəni bu fikir niyə deyilib? İntuisiya ilə istifadə eləyərək ehtimallar irəli sürməyə, bir məna çıxartmağa, gələcəklə bağlı düşünməyə, gələcəklə bağlı nəticələr çıxartmağa çalışdı. Bax, qərar verən zaman 2 hissədən istifadə edirsən. Duyğudan və intuisiyadan. Duyğu ilə qərar verənlər onlar oldu ki, konkret faktlara, məlumatlara əsaslandılar. İntuisiyadan istifadə edənlər oldu ki, ehtimallara, mənalara, gələcək nəticələrə əsaslandılar. Belə. İndi baxaq bunların yazılan xüsusiyyətlərinə. Nə demək istəyir bu? Bax, duyğu ilə qərar verən insanlar, daha doğrusu qavrayan insanlar, qərar verən yox, qavrayan insanlar, üzr sayın. Bayaqdan əgər qərar verən demişəmsə, üzrü sayın, qavrama ilə bağlı idi bu çünki. Deməli, duyğu ilə qavrayan insanlar daha çox faktlara, detallara, real təcrübələrə əsaslanaraq qavrayırlar. Yəni 5 duyğu orqanı vasitəsilə verilənləri qavramağa çalışırlar. Bu funksiyası güclü olan insanlar burada və indiyə fokuslanırlar. Yəni konkret məlumatlara fokuslanırlar. Nə görürəm? Prinsipi ilə işləyir bunların dünyaları. Bax, dünyanı deyir, real, konkret, praktiki şəkildə görürlər. Detallara və fiziki reallığa diqqət edirlər. Burada indiyə fokuslanırlar, faktlarla danışırlar. Yəni abstrakt məna axtarmırlar, sadəcə olaraq gördüklərini dərk edirlər. Belə. Bunlar çox oxumayacağam ki, beyniniz qarışmasın. Sonra intuisiya ilə qavrayan insanlar isə daha çox gələcəyə yönəlirlər. Hadisələri, imkanlar və ehtimalları düşünməyə çalışırlar. Faktlardan daha çox mənalara fikir verirlər. Yəni deyilən sözün arxasındakı mənaya düşünür. Mənanın niyə belə olduğunu düşünür. Deyilən sözün niyə deyildiyini düşünür.
Nümunələrin arxasında məna və tendensiya axtarırlar. Gələcək nəticələri tezis edirlər və proqnozlaşdırırlar. Yəni deyilən sözün arxasındakı nəticəni proqnozlaşdırmağa çalışır. Kimlər? İntuisiya ilə qavrayanlar. Belə. Bu qavrama ilə bağlı olan ikisi. Duyğu ilə qavrayırsan və intuisiya ilə qavrayırsan. Qərar verəndə isə biri var düşünərək qərar verirsən. Bir də var hiss eləyərək qərar verirsən. Bax, düşünərək qərar verənlər məntiqi əlaqələri quranlar, obyektiv olaraq qərar verənlərdir. Qərar verən zaman sən düşünürsən və düşünmənə əsasən qərar verirsən. Yəni obyektiv qərar verirsən. Məsələn, nümunəyə baxaq. Düşünərək qərar verən nə edir? Müəllim qrup tapşırığını bölmək istəyir. Düşünmə funksiyası güclü olan şagirdə belə yanaşır. Yəni düşünmə forması güclü olan şagird qrup rəhbəri verir ki, qrupu sən böl. Uşaq da belə yanaşır ki, kim harda daha yaxşı, bacarıqlıdırsa iş ona verməliyəm. Tapşırığı tez bitirmək üçün məntiqi iş bölgüsü olmalıdır və ən effektiv yolu tapmalıyam. Yəni uşaq nəyə əsaslandı? Obyektiv meyarlara əsaslandı. Çalışdı ki, çox obyektiv və tez bir formada qərar versin. Məntiqi olaraq qərar versin. Hiss etməklə qərar verən isə daha çox münasibətlər və dəyərlər baxımından qərar verməyə çalışır. Münasibətləri ön plana atır. Münasibətləri daha yaxşı tutmağa çalışır. Məsələn, mən uşağa, yenə bir nəfərdir, seçdim, qrup rəhbəri verdim və dedim, qrupdakı rəhbəri sən elə. Bu qrup rəhbəri elə düşünür ki, heç kim kənarda qalmamalıdır. Çox çətinlik çəkən uşaqlara asan tapşırıqları verməliyəm ki, onlar da bizə qoşula bilsinlər, qrup işlərinə qoşula bilsinlər. Üzvlər arasında münasibətlərin yaxşı olmağına çalışır, konfliktin yaranmamağına çalışır həmin uşaqlar. Hansı ki, qərar verən zaman düşünərək məntiqi qərar verənlər daha çox belə deyək də, realist yanaşırlar məsələyə. Kimsə nəyisə bacarmayacaqsa, onun xətrinə belə dəymək onlar üçün heç nədir. Xətrinə dəysin də deyir, neyniyim ki? Əsas odur ki, işimiz getsin. Belə yanaşırlar. Amma hiss etməklə qərar verən uşaqlar hamını nəzərə alırlar. Dəyərlər baxımından məsələyə yanaşırlar. Heç kimin xətrinə dəyməyə çalışmırlar. Hamını qrupun içərisinə daxil etməyə çalışırlar. Yəni küskünlüyə və narahatçılığa, konfliktlərin yaranmasına belə deyək də bir zəmin yaratmırlar. Onlar üçün hamının birlikdə işləməyi, yəni məsələnin daha tez və cəld həll olunmağındansa, hamının prosesdə cəlb olunmağı daha üstündür. Daha üstün tuturlar bunu. Məsələn, misallar üstündən baxdıq, indi konkret verilənlər üstündən baxaq. Bax, düşünməklə qərar verən uşaqlar, düşünmə funksiyası güclü olan uşaqlar, şəxsi münasibətləri nəzərə almırlar, məntiqi nəzərə alırlar. Yəni onlar üçün şəxsi münasibət vacib deyil. Ədalət sistemi və obyektivlik üçün vacibdir bunlar üçün. Yəni obyektivdirlər. Məsələyə ədalətli yanaşırlar, obyektiv yanaşırlar. Amma humanist yanaşmırlar. Emosiyalara fikir vermirlər, analizə əsaslanırlar. Yəni faktlara və analizə əsaslanırlar bu insanlar. Hadisələrin səbəblərini görə başa düşməyə çalışırlar. Məntiqi dəlil və struktur axtarırlar. Yəni bunlar üçün hisslər önəmli deyil. Qərar verən zaman hissləri ön plana atan insanlar isə qərar verəndə başqalarının hisslərini nəzərə alırlar, mehribanlıq və harmoniya axtarırlar. Nə düzgündür sualını etik baxımdan qiymətləndirirlər. Yəni biz bu işi görürük. Bu iş zamanı mən başqasının xətrinə dəymirəm ki, başqasını incitmirəm ki, belə formada yanaşırlar. İnsanlara təsirini düşünmədən qərar vermirlər. Yəni bir iş görəndə onun başqalarına təsirini düşünərək qərar verməyə çalışırlar. Konfliktləri yumşaltmağa çalışırlar. Məsələlər arasında, problemlər arasında iki şəxs arasında uyğunluq tapmağa çalışırlar. Yəni belə qərar verən zaman hiss etmədən istifadə edən insan dəyərlərdən, münasibətlərdən, empatiyadan, insani dəyərləri nəzərə alaraq qərar verməyi ön planda saxlayırlarsa, qərar verən zaman düşünmədən istifadə edən uşaqlar isə insani dəyərləri nəzərə almırlar, emosiyaları nəzərə almırlar, sadəcə olaraq məntiqi əlaqəni tapmağa çalışırlar. Məntiqən düşünməyə çalışırlar. Obyektiv düşünməyə çalışırlar. Yəni obyektiv, məntiqi düşünmə daha çox məntiqi və tənqid təfəkkürdən istifadə edirlər, belə desək. Qərar verən zaman düşünmədən istifadə edən uşaqlar. Belə. Bu hər birinin ayrıcana izahları. Hər birini də dedik. Dedik ki, Yanga görə enerji istiqaməti var idi və informasiyanın emalı istiqaməti var idi. Enerji istiqamətini dedik ki, 2 yerə bölündü: ekstraversiya və introversiya. Və biz burada informasiya emalı istiqamətini bölürkən qavrama funksiyaları nə idi? Qavrama funksiyaları duyğu ilə qavramağımız var idi və intuisiya ilə qavramağımız var idi. Duyğu ilə qavramağımız konkret duyğu orqanlarımıza uyğun olaraq nəyisə qəbul eləməyimiz idi, qavramağımız idi. İntuisiya ilə qavramağımız isə ehtimalları nəzərə almağımız idi. Yəni daha çox ehtimallar barədə düşünərək qavramağımız nəzərdə tutulurdu. Qərar vermək isə
İki yerə bölünür. Düşünmərək qərar vermək və hiss edərək qərar vermək. Yəni düşünərək qərar vermək məntiq və tənqidi təfəkkürdən istifadə edirdi, obyektiv olaraq qərar verməyə çalışırdı. Hiss edərək qərar verənlər isə daha çox münasibətləri, dəyərləri, şəxslərarası münasibətləri ön plana ataraq qərar verməyə çalışırdı. Belə. Bunlar Yanga görə deyilənlər. İndi gələk psixoloji tiplərə. Yəni bunların iki ölçü vahidi var idi. İki ölçü vahidinə görə biz burada Yanga görə psixoloji tiplər yaranır və burada da əsas 8 dənə psixoloji tip olur. Yəni buradan videodan baxarsınız onsuz da. Bax burada görürsüz. Deyir ki, enerji istiqaməti və funksiya birləşir. Nəyə əmələ gətirir? Psixoloji tiplərə əmələ gətirir. Psixoloji tiplər hansılardır? Baxın, ekstravert duyğu var, introvert duyğu var. Ekstravert intuisiya var, introvert intuisiya var. Ekstravert düşünmə var, introvert düşünmə var. Ekstravert hiss etmə var, introvert hiss etmə var. Yəni ekstravertlə belə desək, digərlərinin qarışığı, introvertlə digərlərinin qarışığı. Məsələn, introvertlə duyğunun qarışığı, introvertlə intuisiyanın qarışığı. Yəni bunların qarışığını da başa düşmək sizi çaşdırmasın. Burada ekstravertlər xarici aləmə yönələnlər idi, introvertlər daxili aləmə yönələnlər idi. Qərar verərkən əgər bir insan, məsəl üçün deyirəm də, indi gəlin burada qərar vermədən danışaq. Atıram. Bunun üstünə izah edeyim, sonra videoda digər hissəni izah edəcəm. Məsələn, biz qərar veririk. Qərar verən zaman biz nədən istifadə edirdik? Baxın, düşünmədən və hiss etmədən istifadə edirik. Düzdür? İndi baxın, biz qərar verən zaman məntiqi əlaqələri quraraq qərar veririk. Obyektiv düşünərək qərar veririk. Amma bu zamanda xarici amilləri nəzərə alırıq həm də. Bax, bu nədir? Ekstravert düşünmədir. Neynədik? Qərar verəndə məntiqi olduq, amma xarici amilləri də nəzərə alaraq qərar veririk. Bu oldu ekstravert düşünmə. Məsələn, digər bir nümunəyə baxaq. Deyək ki, məsələn, mən qərar verirəm. Amma bu qərar verən zaman münasibətləri nəzərə alıram. Şəxslərarası münasibətləri, hissləri, dəyərləri nəzərə alaraq qərar verməyə çalışıram. Və bu qərar vermədə mənim içəndən gələn, deyək ki, qərarlardır. Mən heç kimi nəzərə almıram. Öz düşüncələrimə uyğun olaraq qərar verirəm. Düzdür, başqalarını nəzərə alıram. Başqalarının hisslərini, duyğularını nəzərə alıram. Amma kənardakıları düşünərək yox, öz qərarlarımı, özümün içində olan düzlərə, səhvlərə görə qərar verməyə çalışıram. Bu olur introvert hiss etmə. Neynədim mən burada? Qərar verən zaman başqalarını nəzərə aldım hardasa. Yəni, belə deyək də, dəyərləri nəzərə aldım. Başqalarının dəyərlərini nəzərə aldım. Ümumi dəyərləri nəzərə aldım. Dəyərlərə görə qərar verdim. Hiss eləyərək qərar verdim. Amma daxili hisslərimi ortaya atıram qərar verən zaman. Bu olur introvert hiss etmə. Məsələn, birini də deyək. Deyək ki, məsələn, intuisiya nə idi? İntuisiya qavrama ilə bağlıdır da. Mən bir şeyi qavrayan zaman ehtimalları nəzərə alıram. Amma xarici, belə deyək də, həm də aləmə yönəlirəm. Sən nə olur? Ekstravert intuisiya olur. Çünki mən ehtimalları nəzərə aldım qavrama zamanı və xarici amilə yönəldim. Əgər mən, məsələn deyirəm də, deyək ki, duyğu ilə, mən qavrayanda, nəyisə qavrayanda, belə deyək də, duyğu orqanlarından istifadə. Məsələn, deyək ki, bayaq nümunədəki kimi, hava soyuq idi, mən duyğu orqanlarından istifadə edərək, deyək ki, qavradım, konkret faktlara əsaslanaraq nəyisə qavramağa çalışıram. Və burada mən özüm qərar verirəm. Başqa kənar amillər nəzərə almıram. Yəni, xarici amillərə toxunmuram, xarici amilləri nəzərə almıram. Bu zaman mən introvert duyğudan istifadə edirəm. Belə. Yəni, bu psixoloji tiplər bu formada. İndi nümunələr üstündən daha yaxşı başa düşəsiniz. Sadəcə olaraq çalışdığım formada nümunə gətirmədən qısa formada belə izah elədim ki, yəni nə demək olduğunu dərk eləyəsiniz ki, həm daxili amilləri nəzərə alaraq, həm xarici amilləri nəzərə alaraq, üstəgəl də qavrama və qərar vermə funksiyalarını nəzərə alaraq psixoloji tiplər bölündü 8 dənə yerə. Belə. Baxın, burada psixoloji ölçünün verilən meyarları var. Nədir? Burada qısa formada bunu da deyək. Deməli, enerji istiqaməti bölündü 2 yerə. Ekstravertlər xarici amillərdir. Introvertlər daxili aləmə, belə deyək də, daxili aləmi nəzərə alanlardır. İnformasiya eması 2 yerə bölündü. Qavrama funksiyası var, qərar vermə funksiyası var. Bu qavrama funksiyasının özü də bölündü 2 yerə. Duyğu və intuisiya. Bayaq da yenə bunlardan danışırdıq. Duyğu nə idi? Faktlara, detallara, real təcrübələrə əsaslanan qavranış idi. Yəni biz 5 duyğu orqanımız vasitəsilə alınan məlumatlara, etibarlı məlumatlara, belə deyək də, onlara uyğun olaraq qavrayırdıqsa, bu duyğu ilə bağlıdır. Yox, gizli əlaqələri, ehtimalları nəzərə alırdıqsa, əlavə beynimizdə gələcəyə dair fikirlər yürüdürdüksə, bu intuisiyaya əsasən qavrama idi. Düşünmə nə idi? Düşünmə də 2 yerə bölünürdü. Qərar vermə də 2 yerə bölünürdü. Düşünməyə və hiss etməyə. Qərar vermədə zamanı biz əgər məntiqi olaraq, obyektiv olaraq analiz eləyirdiksə, ona uyğun olaraq qərar verirdiksə, bu adlanırdı düşünmə. Yox, biz qərar verən zaman dəyərləri, münasibətləri, empatiya qururduqsa, insani meyarları nəzərə alaraq
qərar verirdisə, bu zaman olurdu hiss etmə. İndi gələk bunların bir-bir qarşı-qarşıya olan hissələrinə baxaq ki, yəni qarışdırmayaq. Bir dənə onun üçün mən ekranı yenidən bir dənə paylaşım. Deməli. Baxın, burada hər iki ekran görünür də yəqin ki. Məncə görünməlidir. Deməli. Bax, ekstravert düşünmə var. İndi burada da introvert düşünməni açım. İntrovert düşünməyə baxaq ki, qarışlıq salmayaq. Deməli, bir dəqiqə. Baxırıq, baxın, ekstravert düşünmə var, introvert düşünmə var. Ekstravert düşünmədə necə eləyir? Ekstravert düşünmə deyir, qərarlarını məntiq və obyektiv analizə əsaslanırlar. Onlar deyir, hadisələri, məlumatları açıq şəkildə qiymətləndirirlər, sistematik, məntiqi yollarla nəticəyə çıxmağa çalışırlar. Məsələn, deyir, bir komanda layihəsində ekstravert düşünmə tipli şəxs hansı addımların atılacağını planlayır, resursları bölüşdürür, hər kəsin vəzifələrini effektiv yerinə yetirməsini təmin eləyir, onlara əsasən faktlara, qaydalara, nəticələrin obyektiv analizlərinə əsaslanaraq hərəkətlər eləyirlər. Şəxsi emosiyalardan çox məntiqi yanaşmanı üstün tuturlar. Bax, burada neynədir? Adam qrup işində düşünmə zamanı neynədir? Konkret məlumatlara əsaslandı. Obyektiv, deyək ki, analizlərə əsaslandı. Bax, obyektiv analizə əsaslandı. Deməli, həm də neynədir? Başqalarını nəzərə aldı. Yəni, qrup işindən bağlı başqalarını nəzərə alaraq işlər gördü. Bax, bu oldu ekstravert düşünmə. İntrovert düşünmədə isə qərarları daxili məntiqi analizə əsaslandırır. Bax, yenə düşünmədən istifadə edirsən. Amma qərarlar öz daxili məntiqinə əsaslanaraq qərar verilir. Bax, burada qərarlar məntiq və obyektiv analizlərə əsaslanır. Yəni, burada yenə sən düşünmədən danışırsan. Hər ikisində düşünmədir. Sadəcə olaraq birində başqalarını nəzərə almaq var. Digərində isə daxili məntiqi analizə əsaslanır. Yəni, bunların fərqliliyi yalnızca ondadır. Yəni, birində daxili məntiqə əsaslanırsan, digərində isə xarici məntiqə əsaslanırsan, belə deyək. Sonra ikinci, ekstravert hiss etmədən danışırıq. Burada da introvert hiss etməni göstərək. Məsələn, ekstravert hiss etmə nədir? Qərarları şəxsi dəyərlərə və sosial münasibətlərə görə verirlər. Deməli, qərarı nəyə görə verdim? Şəxsi dəyərlərə və sosial münasibətlərə görə verdim. Və bu zaman xarici amilləri, belə deyək, nəzərə aldım. Xarici aləmə yönəldim. Burada da qərarları daxili hisslərə və şəxsi inanca görə verirlər. Baxın, sosial münasibətlərə görə verilən qərar vermək, hiss etməyə uyğun olaraq qərar vermək ekstravertlərdədir. Şəxsi inanca görə qərar vermək isə introvert hiss etmədədir. Yəni, bunların hərəsini bir sözlə, belə deyək, fərqləndirə bilərsiniz. Sonra, gələk ekstravert duyğuya, sonra introvert duyğuya bir dənə də. Baxın, ekstravert duyğuda nədir? Deyir, bu tip insanlar dünyanı əsasən 5 duyğu vasitəsilə qavrayırlar və diqqətlərini xarici mühitdəki konkret faktlara və detallara yönəldirlər. Deməli, mən duyğu orqanlarımla dünyanı qavradım, amma bu zamanda xarici mühitdəki konkret faktlara əsaslandım. İntrovert duyğudan istifadə edənlər isə reallığı daha çox öz təcrübələrinə əsaslanırlar. Yəni, reallığı daha çox öz təcrübələri və şəxsi xatirələrinə, şəxsi hisslərinə görə qiymətləndirirlər. Yəni, burada da duyğu orqanından istifadə edirsən. Amma burada keçmiş zamanda həyatında baş verən hadisələri göz önünə gətirərək, öz keçmiş təcrübələri və əsaslanaraq subyektiv fikirlər irəli sürürsən. Aydındır? Yəni, birində xarici mühitdəki konkret faktlardan istifadə edərək, belə deyək ki, qavrayırsan. Digərində isə öz şəxsi təcrübələrinə uyğun olaraq qavrayırsan. Bu da oldu ekstravert duyğunun, introvert duyğunun fərqi. Gələk ekstravert intuisiya ilə introvert intuisiyanın fərqinə. Bir dənə də ona baxaq, ondan da dərsi yox, bir dənə hissə var. Onu da deyəcəm, sonra dərsi yekunlaşdıracaq. Baxın, ekstravert intuisiyada nədir? Deyir, bu tip insanlar xarici dünyada nümunələri və dəyişiklikləri, gələcək imkanları tez görürlər. Konkret faktlardan daha çox bu faktların nəyə işarə etdiyini və hansı ehtimallara yol açdığını biləcəyini düşünürlər. Bax, ekstravert intuisiyadan istifadə edən insanlar xarici amillərə daha çox yönəlirlər və öz intuisiyalarından istifadə eləyərək yeni nələrsə ortalığa atırlar, yeni düşüncələr ortalığa atırlar. Amma burada xarici amilləri nəzərə alaraq, məsəl üçün, deyək ki, kimisə biznes ideyası var, həmin biznes ideyasına baxır, bu da yeni bir biznes ideyası ortalığa atır. Amma bunun öz biznes ideyası deyil də, deyək ki, başqasının biznes ideyasını daha da irəli aparmağa çalışır. Belə. İntrovert intuisiyada olan insanlar isə daha çox daxili qavrayışa əsaslanır onlardan. Mürəkkəb nümunələri, əlaqələri sakit düşüncə içində müəyyən eləyirlər. Və bu insanlar birdən-birə gözlənilməz bir formada hər hansı bir məsələ ilə bağlı orijinal bir həll yolu ortalığa qoyurlar.
yeni bir həll yolu ortalığa qoyurlar. Bax, ekstrovert intuisiyadan istifadə edənlər yeni bir trendi görürdülər, ona uyğun olaraq deyək ki, təsəvvürdə nələrsə canlandırırdılar. Xarici amillərə belə deyək, nəzərə alırdılar və yeni bir şey ortalığa qoyurdular. İntuisiyada dediyimiz kimi, intuisiyada deyək ki, ehtimalları nəzərə almaq, yeni ehtimallar görmək. İntrovertin intuisiyada olanlar isə öz daxili hisslərini nəzərə alaraq və belə deyək də, ehtimallar irəli sürərək orijinal bir həll yolu, yeni bir fərqli yol ortalığa çıxardırlar. Yeni bir fərqli yol ortalığa qoyurlar. Bu da oldu həmin bu tiplərin fərqi. Gələk son olaraq isə biz bunları niyə öyrənirik? Yəni öyrənməkdə səbəb nədir? Biz bunları öyrənirik ki, təhsildə tətbiqini irəli sürək. Yəni biz psixoloji tipləri öyrənməyimizdə əsas məqsəd ondan ibarətdir ki, uşaqları daha da yaxşı inkişaf elətdirək. Ümumiyyətlə nəzəriyyələri öyrənməyimizin məqsədi uşaqları tanımaq və dərsi onlara uyğun olaraq qurub uşaqları daha yaxşı inkişaf elətdirməkdir. Çünki fərqli tiplərə malik olan şəxslər fərqli öyrənmə tərzlərinə malik olurlar və müəllim onlar üçün dərsi elə qurmalıdır ki, hər öyrənmə tipinə malik olan uşaqlar belə deyək nəzərə alınsın. Məsəl üçün biz bayaqlar dedik ki, qavrama ilə bağlı qavrama 2 yerə bölünürdü də, düzdür? Qavrama hansı 2 yerə bölünürdü? Qavrama o 2 yerə bölünürdü ki, biz duyğularımızla qavrayırdıq və intuisiya ilə qavrayırdıq, düzdürmü? Qavrayan zaman biz uşağa nümunələr verəndə, dərslər verəndə qavrama zamanı duyğu hissləri daha ön planda olan uşağa konkret faktlar, məlumatlar verməliyik. Onun qavraması üçün. Qavraması intuisiya ilə olan uşaqlara biz ehtimallarla bağlı, gələcəklə bağlı suallar verməliyik. Yəni arxasındakı ehtimalları göstərəcək formada uşaqlara suallar verməliyik ki, uşaqlara belə deyək də təhsilə cəlb eləyə bilək. Belə. Məsələn, burada hər biri haqqında qısa-qısa nümunələr var. Bir dənə də ona baxaq, onunla da yekunlaşdıraq. Baxın, deyir ki, intuisiya funksiyası əsas olan şagirdlər təxəyyüllə bağlıdır. Onlar ehtimallara əsaslanırlar. Onlar ehtimallarla bağlı fəaliyyətlərdən zövq alırlar. Bax, intuisiya ilə bağlı olanlar. Sonra düşünmə funksiyası olan şagirdlər məntiqi ardıcılığa əsaslanırlar. Bax, düşünmə funksiyası olan şagirdlər məntiqi ardıcılığa əsaslanırlar. Sonra hiss etmə funksiyası olan şagirdlər isə münasibətlərə əsaslanırlar. Bax, hiss etmə funksiyası. Bir də burada var, duyğu ilə bağlı. Duyğu ilə bağlı olan hissə də bax burdadır. Duyğu ilə bağlı olan hissəyə də malik olan şagirdlər isə konkret praktiki tapşırıqlara və müşahidələrə əsaslanırlar. Onlara əllə toxuna biləcəyi şeylər lazımdır. Yəni hiss eləyə biləcəyi, duyğu orqanlarının hiss eləyə biləcəyi məlumatları biz onlara öyrətməyə daha üstün tuturuq. Belə. Bu da Carl Jung'ın nəzəriyyəsi və biz burada öyrəndik qısa olaraq başdan bir də qayıdaq desək, nə öyrəndik? Enerji istiqamətini öyrəndik və informasiyanın emalı istiqamətini öyrəndik. İnformasiyanın emalı istiqaməti də özü bölündü 2 yerə. Hansılar idi? Baxın, qavrama funksiyası və qərar vermə funksiyası. Qavrama funksiyasında özü, yəni verilən məlumatları qavramaqla bağlı necə qavrayırıq? Duyğularımızla qavrayırıq, intuisiya ilə qavrayırıq. Verilən məlumatlarla bağlı qavradığımız məlumatları necə qərar veririk? Yəni onlarda necə qərar çıxardırıq? Düşünərək qərar çıxardırıq, hiss eləyərək qərar çıxardırıq. Yəni bunlar olaraq da bölündü və biz burada 8 dənə psixoloji bu ikisinin üstə gələnindən, yəni burada göstərdiyi kimi bu ikisini birlikdə əmələ gətirdiyi 8 dənə psixoloji tipi də öyrənmiş olduq. Belə.